Namaz kılmayan adamın yanına iki adam gelir. Biri Allah'a secde eden adam, biri de onun dostu. Ve gelip deyir ki, müəllimimiz xəstələnib, ona görə bugün gəlməyibdir meçidə. Nə? Deyir namaz qılmayan adam. Niyə görə xəstələnib? Nə olub? Müəllimimizin dostu ona görə zəng edib ki, mən Məkkəyə getməliyəm. Müəllimimiz o dostları Məkkədədir, yəni görmək istəyir onları da. Onlar da müəllimimizi görmək istəyir. Məkkədən götürüb gələcəkmiş bir günə. O qədər tez gələcək yəni. Nə olar bir günlük ona baxa bilərsiniz dedi. Biz də dedik ki, hə baxarıq, o müəllimimizdir. Onu yarı yolu buraxmarıq dedik. Gəlmək istəyirsən sən də gəl. Sonra gedərsən. Amma biz ikimiz qalacağıq orada. Müəllimimizin yanında qalacağıq. Çünki onu biz tərk edə bilmərik. Heç istəyir o dost bir həftəyə gəlsin. Amma nə olursa olsun o müəllimimizi buraxmarıq. Müəllimimiz bizim üzərimizdə çox əziyyət çəkibdir. Ona görə o qədər əziyyət çəkdiyinə və bizi doğru yola yönəltdiyinə görə ona çox kömək etməliyik. Nə olursa olsun ona borcumuzu bilirəm ki, qaytara bilmərik, amma heç olmasa borcumuzun bir zərrəsini belə ödəməyə çalışaq, dedi Allaha səcdə edən adam və dostu və dedi ki, ümid edirəm Allah ona tez zamanda şəfa verər. Yenidən aramıza gələr və söhbətlərindən edər danışar. Məsciddə onu hər zaman görərik. Təki o sağalsın, dedi Allaha səcdə edən adam və onun dostu. Amma Allaha səcdə etməyən adam içindən dedi ki, nə olsun ey, daha qocalıb da, ölsə nə xeyir, ölməsə nə xeyir. Getməliyəm ki, nəysə, getməliyəm. Yoxsa deyirlər ki, bu adam müəllimini istəmir, bunu heç bir müəllimi sevmir, boş yerə də yalandan deyir ki, mən Allahı sevirəm, mən müəllimimi sevirəm. Nəysə, cəmaatın məni tərifləməsi üçün bunu etməliyəm. Bu cəmaat da heç məni deməli tərifləmir. Görəsən cəmaat məni nə vaxt tərifləyəcək? Hamısı da bu namaz qılan adamı tərifləyir. Mən deməli tərifləmirəm. Keçən dəfə deməli təriflənirdim bir təhər. Bu adam hardan gəldi bilmirəm. Qılmayan adam dedi, hə, gedək müəllimin yanına, müəllimimi çox özləyirəm və onu çox gözləyirəm ki, bizim aramıza yenidən gələr və məsciddə olar. Gəlin gedək, tez olun dostlar, tez olun, dedi və üç adam bir maşına mindilər və müəllimlərinin evinə getdilər. Müəllimlərinin evinə çatanda qapını döydülər. Amma müəlliminin heç durmağa halı belə olmadığı üçün qapını aça bilməzdi. Ona görə də fikirləşdilər ki, görəsən indi nə edək? Müəllimimizin halı yoxdur qapını açmağa belə. Və axırı namaz qılan adam dedi, gəlin dostuna zəng edək, deyək ki, qapını necə açaq? Bəlkə dostu haçarı harasa qoyub, ondan sonra rahat aça bilərik. Namaz qılan adamın dostu dedi, görəsən qapını bəs niyə bağlayıb? Birdən evdə yanğın çıxdı. Müəllim də içəridə qaldı. Heç olmasa kömək edən biri olardı yəni. Sonra namaz qılan adam dedi, dostum bilmirəm həqiqətən qapını bu niyə bağlayıb? Yəqin ki, oğruya görə bağlayıb ki, oğru oğurlamasın içəri girib hər şeyi. Ya da müəllimimizin təhlükəsizliyinə görə bağlayıb, amma yanğını da fikirləşməlidir. Birdən elektrikdən ya da qazdan yanğın çıxa bilər. Hər şey ola bilər. Allah qorusun. Və sonra namaz qılan adamın dostu müəlliminin dostuna zəng etdi və dedi, açar hardadır, qapını aça bilmirik. Və müəllimin dostu dedi ki, orada bir gül var. Gülün saxsısının altında və sonra sağ ol deyib bağladılar və haçar götürüb qapını açdılar və çağırdılar. Müəllim, içəri girmək olar? Müəllim belə dedi. Gələn kimdir belə, hə? Və müəllimin şagirdləri dedi, müəllim, şagirdləriniz gəlib məsciddən. Və müəllim dedi, gəlin içəri, xoş gəlmisiniz. Üzr istəyirəm, halsızam, ayağa dura bilmirəm. Yoxsa görüşərdim sizinlə. Xoş gəlmisiniz. Necəsiniz? Və şagirdlər dedi, yaxşıyıq, sağ olun müəllim. Allah kömək olsun sizə. Gəlin sizə bir dua oxuyaq. İstəyirsinizmi bir dua oxumağımızı? Hə, görüm nə öyrənmisiniz. Oxuyun bir dua. Və hamısı bir dua oxudu. Biri Fələq, biri Nas, o birisi isə heç bir şey oxuya bilmədi. Qıraqdakı səcdə edən adamın dediyini təkrarlayırdı.
və onun dediklərini oxuyurdu. Sonra isə duanı oxuyub qurtarıb amin, Allah kömək olsun, Allah tez zamanda şəfa versin, müəllim sizə deyəndən sonra isə müəllim ilə söhbətə başladılar. Yazıq müəllim birtəhər danışırdı ki, heç olmasa öyrəncilərinin nə bilib bilmədiklərini bilsin və onlara bildiklərindən daha çox şey öyrətsin. Çünki onların çox şey bilməklərini istəyirdi və səcdə edən adama dedi: "Oğlum, sən nə bilmək istəyirdin, hə? Nə deyirdin bayaq? Eşitmədim zəməlli." Və səcdə edən adam dedi: "Müəllim, siz keçən dəfəki bir söhbətinizdə demişdiniz ki, xəstə olanlara mələklər yaxınlaşır və mələklər o xəstənin dilindəki dadı və onun gücünü alırlar. O insan halsız və yemək yeyəndən sonra yeməyi dadsız bilir." Müəllim deyir: "Hə, düz deyirsən, hə, oğlum. Mən onu demişdim. Yaxşı yadında qalıb. Sən mənim ən yaxşı öyrəncimsən." Və səcdə edən adam deyir: "Müəllim, keçən dəfə deyəcəkdiniz, amma gələnmədiniz xəstə olduğunuzu. Ona görə də indi deyə bilərsiniz, yəni onu." Müəllim deyir: "Hə, oğlum, deyərəm. Hə, sən dediyin kimi, yəni mələklər gəlir, insandakı gücü və dad bilmə duyğusunu alır və onun günahlarını da alır. İnsan sağalan zaman Allah onun günahını qaytarmır. Çünki Allah deyir ki, bu qulum xəstələndə mələklər o günahı alıb və mən o günahı quluma necə qaytarım? Qulum o günahları silmişəm artıq. Çünki mənim o qulum xəstələnəndə bütün günahlarını aldım. Bəzi günahlardan başqa." İndi danışa bilməyəcəm. Deyə bilsəm deyərəm. Ağlımda yoxdur onsuz da. Sonra danışaram hansı günahlardır o qəbul olunmayan günahlar, qəbul olunan günahlar. Yəni axırı bütün günahları bağışlayır Allah. Sadəcə şirki bağışlamır. Şərik qoşmağı, putları, putpərəstliyi bağışlamır. Və səcdə edən adam deyir: "Müəllim, indi siz deyirsiniz ki, putpərəstliyi bağışlamır. Yəni indi içəridə Allaha inanıb başqa bir şeyə inanmaq, yəni puta." Müəllim deyir: "Hə, oğlum, düz bildin, düz bildin. Həqiqətən onu bağışlamır Allah. Çünki Allah onsuz da hər şeyi görür. Ondan heç bir şey saxlamaq mümkün deyil. Hə, oğlum, mələklər dad duyğusunu və insandakı gücü alır və insanın xəstəliyini də gedəndən sonra Allah o xəstəliyi insana qaytarmır. Çünki Allahın qüdrəti böyük və sonsuz mərhəmətlidir. O qulunun yenidən eyni günahları qaytarmaz. O günahları silib yox edər. Çünki Allahın gücü hər şeyə qadirdir, oğlum. Sən Allaha nə qədər bağlı olsan, Allah da sənə o qədər bağlı olacaq. Sən Allahı unutsan, Allah səni unutmayacaq. Çünki Allahın qüdrəti sonsuzdur. O səni gözləyəcək ki, bir dəfə də olsun qulum mən tərəfə gəlsin. Sən və heç kim Allahı unutmayın. Allah sizi qorusun. Allah hamını qorusun, oğlum." Səcdə edən adam dedi: "Sağ olun müəllim bu sözlərinizə görə. Sağ olun bu gözəl söhbətinizə görə ki, bu söhbətin axırına qədər dediniz ki, bu mələklər bizim günahlarımızı alır və dad bilmə duyğumuzu, gücümüzü alır. Xəstəlikdə gedəndən sonra Allah necə bir qüdrətli və mərhəmətlidirsə, o xəstəlik qaytarandan sonra, dadı qaytarandan sonra dad bilmə duyğusunu, amma günahları qaytarmır. Allahın qüdrəti gör nə qədər qüdrətlidir. Onun qüdrəti sonsuzdur. Şükür olsun ona. Şükür olsun." Və müəllim dedi: "Oğlum, sən Allahı nə qədər xatırlayırsansa, Allah da səni o qədər xatırlayacaq və sevəcək. Hər zaman Allahı xatırla və ona güvən. Çünki Allahdan başqa güvəniləcək bir yer yoxdur. İnsan nəyə güvənsə boşdur. Tək qoruyan Allahdır, oğlum. Onun qorumağı hər şey yetər. Onun gücü sonsuz, əzəmətli, qüdrətli. Ona güvənən çox rahatlıq tapar. Ona güvənməyən, inanmayan insan çox çətinlikdə qalır. Çünki Allah hər şeyi görür, hər şeyi bilər və o insanlar kimi heç bir şeyi unutmaz. Mələklərinə yazdırar hər yaxşılığı, hər pisliyi və onlara deyər ki, bu qulum hansı düz deyir, hansı yalan deyir. Amma Allah hər şeyi görəndir. Abunə olun, ailəmizdə qalın. Hər kəsə təşəkkürlər."